500 qram şampinyon göbələyinin tacını gövdəsindən ayırdım. Tacının və gövdəsinin qabığını soydum. Axar suyun altında təmiz-təmiz yudum. Gördüyünüz şəkildə doğradım. Tavaya döküb tavanın qapağını örtdüm. Tavanı zəif dərəcədə ocağın üzərinə yerləşdirdim. Qaynatmış olduğum 400 qram toyuğun sinə ətini də xırda-xırda doğradım. Göbələk suyunu verib quruduqdan sonra üzərinə 2 xörək qaşığı yağ əlavə edib qarışdırdım. Doğramış olduğum toyuğun sinə ətini də göbələyin üzərinə əlavə etdim. 1 çay qaşığı da duz əlavə edib qarışdırdım. Ərzaqlar tam şəkildə bişdikdə tavanı ocaqdan götürdüm. Ocağa içərisində su olan qazan yerləşdirdim. Su qaynağa düşdükdə suya 1 xörək qaşığı duz töküb ardından 250 qram vermişili suya tökdüm. Verməşillə bir-birinə yapışmasın deyə suya 1 çay qaşığı da yağ əlavə etdim. Verməşilin rəngi ağarıb yumşaldıqda süzdüm. Süzmüş olduğum verməşili zəif dərəcədə ocağın üzərinə qoymuş olduğum tavadakı toyuqlu göbələyin üzərinə əlavə edib ehtiyatla qarışdırdım. 250 qram mozzarella pendirini süzgəcdən keçirib yeməyin üzərinə əlavə etdim. Pendir əriyənə kimi tavanı ocağın üzərində gözlətdim. Budur, artıq yeməyimiz hazırdır. Verməşi sevənlər üçün bu resept mükəmməl bir seçim ola bilər.